Salam hörmətli izləyicilərim. Bugün belə bir naxışın toxunmasını istəyirəm göstərim. Çox gözəl naxışdır. Toxunması da çox asan bir naxışdır. Bundan nə istəsəz toxuya bilərsiniz. İstəsəz böyük üçün, istəsəz kiçik uşaq üçün belə ürəyiniz nə istəyir toxuya bilərsiniz. İlməkləri 3-3 yığıram. Kənar ilməkdən başqa 3-3 belə yığıram ilməkləri. Artırmaq istəsəz 3-3 artıra bilərsiniz. Rezinka hissəsində belə toxumuşam. 2-2 toxumuşam. Siz rezinkanı ürəyiniz necə istəyir elə də toxuya bilərsiniz. Sapındakı 100 qramlıq 250 metrəlik sapdır. Çox qalın da deyil, çox nazik də deyil. İndi mən belə bir sapı götürürəm. Bu sapım 100 qramlıq 300 metrəlik sapdır. 300. İndi buna 3-3 yığıram. İlməkləri sayın. 6 dənə yığsam, 6 naxışı düzəltmək üçün 18, 2 də kənar ilmək. 20 ilmək yığacağam. Milimin üstə. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 ilmek yığdım milimin üstüne. Buradan da bir düğün atıram. Artık sapı da kəsirəm burada. Burada bu ilmələri indi bir tərs bir düz toxuyacağım. Birinci sıra olduğuna göre birinci ilməni də toxuyuram. Qalan ilməkləri bir tərs bir düz toxuyacağım. Çox toxuyan deyiləm. Bir sıra bu üzdən toxuyacağım. Arxa üzdən ilməkləri hamısını tərs toxuyacağım ki, düz üzdən ilməklər hamısı düz olsun. Rezinka toxumuram burada. Kənarı da toxudum. İndi arxa üzdən ilməkləri hamısını tərs toxuyacağım. İndi bura düz üzüdür. Düz üzündən birinci ilməni götürürəm. Buradan 1 2 3 ilmək toxudum. Bu birinci ilməyi götürüb bu iki ilməyi üstündən keçirdirəm bu yana. Burada bir artırma eləyirəm. İlməklərin sayı yenə 3 olur. Yenə 1 2 3 ilmək toxudum. Birinci ilmeği götürüp bu iki ilmeğin üstünden geçirdirəm. Burada bir artırma eləyirəm. Yine 1, 2, 3 ilmek toxudum. Bu birinci ilmeği bu iki ilmeğin üstünden geçirdirəm. Sonra bir artırma eləyirəm. Yine 1, 2, 3
toxudum. Birinci ilmeği keçirdim. İkisinin üstündən bir artırma elədim. 1, 2, 3. Bir artırma elədim. 1, 2, 3. Toxudum. Birini artırdım. Burada bir artırma elədim. Tərs üzdən tərs toxuyuram ilməkləri. Bunları da artırdığımı da bu bislər hamısını tərs toxuyuram. İndi burada düz üzündə birinci ilməni yenə götürürəm. İndi bu 3 ilməni bu ortaya salıram. Bu ortadan ki bu deşik var, boşluq. O ortada olacaq bu 3 ilməni. Ona görə bu birinci ilməni toxuyuram. Sonra bu 3 ilməni burada əvvəl artırmanı əvvəl eləyirəm. Sonra bunları toxuyuram. Bir, iki, üç. Bu birinci ilməni götürüb yenə keçirdirəm. Bu 2 ilmənin üstündən. İndi yenə burada artırma eləyirəm. Sonra bu 3 ilməni toxuyuram. 1, 2, 3. Birincini bunun üstündən keçirdirəm. Yenə birini artırıram. 3 ilmək toxuyuram. Birincini keçirdirəm bunun üstündən. Əvvəl artırmanı eləyirəm. Sonra bu 3 ilməni toxuyuram. 2, bu 3. Yenə artırma elədim. 1, 2, 3. Bu artırdığımı götürüb bunun üstündən keçirdirəm. Tərs üzdən yenə hamısını tərs toxuyuram. İndi bir dəfə yenə toxuyacağım. Əvvəl necə başlamışdıqsa o formada naxış görünsün deyə birincini götürdüm. Yenə 3 ilmək
toxuyuram. 1, 2, 3. Birincini götürüb keçirdirəm bunun üstündən. Burada heç bir dəyişiklik olmur. Prosta bu sıraların birində 3 gün əvvəldən götürürəm ilməni. İkinci sıranı toxuyanda araya salırıq. Onda artırmanı sonraya salırıq. Əvvələ. 2, 3. Birincini keçirdirəm bunun üstündən. Sonra bir artırma eləyirəm. Yenə 1, 2, 3 toxudum. Birinci ilməni keçirdim bunun üstündən. Yenə bir artırma elədim. 1, 2, 3. Birinci ilməni bu iki ilmənin üstündən keçirdirəm. Sonra bir artırma eləyirəm. 2, 3. Bu artırdığımı yox, birinci ilməni keçirdirəm onun üstündən, sonra artırma eləyirəm. Yenə 1, 2, 3. Birincini keçirdim bunun üstündən. Burada artırma elədim. Burada kənar ilməni bu formada belə bir naxış alınır. Bu biraz qalın sapdır. Bu biraz nazik sapdır. Formada belə bir naxış alınır. Sağ olun. Gələn videomda görüşənə qədər.